bu faktları, bu videoları, bu fotoları əldə etmək üçün çoxlu pul xərclədik və vaxt sərf elədik. Amma buna dəyərdi. Hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Yaxın oturun, çünki dediyim hər kəlmədən dəhşətə gələcəksiniz. Bildiyiniz kimi hər bir diktatoru miflər əhatə edər. İlham Əliyevin ailəsi haqqında da yalanlar, romantik nağıllar, saxta hekayələr yazılır və cəmaata təqdim olunur. İlham Əliyev bütün tədbirlərə Bala Heydəri və onun həyat yoldaşı Alyonanı aparır. Televizorlarda artıq Bala Heydər və onun həyat yoldaşı hamının gözünə soxulur. Öyrəşdirə, yağlaya soxurlar ki, girəndə üzr istəyirəm. Hakimiyyətə gələndə hiss etməyək. Xəbərimiz var ki, İlham Əliyev artıq Sokar neft şirkətini öz oğluna hədiyyə verib. Yəqin sonradan Bala Heydəri baş nazir təyin eləyəcək, sonra isə prezident. Bala Heydər ilə hər şey aydındır. Onu millətə ciddi fiqur kimi itələyirlər. Stilistlər, kosmetoloqlar Bala Heydərin arvadını, Alyona Əliyevanı Mehriban Əliyevaya oxşatmaq istəyirlər. Sanki belə bir fikir formalaşdırırlar ki, baxın, Mehriban ananı əvəz edən şəxs var. O da Alyona Əliyevadır. Alyona Ukraynanın gecə klublarında böyüyən bir qız idi. Əsl adı isə Alyona Gonçar Aleksandrovnadır. Bu qız Ukrayna vətəndaşıdır. Odessa şəhərindəndir. Bu isə onun universitet diplomudur. Adını görürsünüz, Alyona Gonçar Aleksandrovna. Onun pasportu da məndə var. Sadəcə paylaşmaq etik deyil. Əslində əlimdə çox şey var. Yenə deyirəm ki, paylaşmaq mənə görə etik deyil. Əlgərəz, buranı dəqiqləşdirdik. Alyona Gonçar Ukrayna vətəndaşıdır və Azərbaycan dilində bilmir. Azərbaycan dilində heç nə başa düşmür. Onu bizə ziyalı ailəsinin Kübar xanımı kimi təqdim etsələr də həqiqət başqadır. Mənim diqqət çəkmək istədiyim şey Alyonanın hələ məktəb vaxtlarından verdiyi hoqqalar, çəkdirdiyi şəkillər, qurduğu münasibətlər deyil. Məsələ budur ki, bu yaxınlarda İlham Əliyev internetdə ictimai əxlaqa uyğun olmayan materialları paylaşmağı qadağan elədi. Güya gənclərimizin əxlaqı pozulmasın, güya hamı abırlı yaşasın. Bu qanunu çıxaran adam özü həm mənim, həm də bir çox siyasi fəalların yatağını güdüb, bir çox fəalların videolarını internetə yerləşdirib. Bunu eləyən adam, yəni İlham Əliyev özü bilməli idi ki, bir gün onun da qapısı döyülə bilər. Alyona Əliyevanın məndə bütün fotoları var. Hətta keçmiş həyat yoldaşı ilə, sevgililəri ilə olan fotoları da var. Klublarda, barlarda, kazinolarda, qumarxanalarda nələr edib. Hər şey məndə var. Amma mən Əli Nağıyevdən fərqli olaraq həmin o fotoları nə yaymıram, nə də heç kimi şantaj eləmirəm. Hörmətli izləyicilər, amma mən sizə Bala Heydərin arvadının cavanlıq şəkillərini göstərə bilərəm. Buyurun, baxın. Bax bu Alyona bacımızın cavanlığı. Bu klubda, bu hovuzda, bu xarici səfərdə, bu Dubayda, bu isə Fransada. Alyona Əliyeva Bala Heydəri Fransada tələyə salıb. Bəs yaxşı, Alyonanın valideynləri kimdir? Əlimdə onların da fotoları var. Bu deyə tanış olun. Bax bu Aleksandr Gonçarov və Oksana Gonçarova. Alyonanın atası və anası. Bu isə Alyonadır. Görürsünüzmü? Fotoda Godnisanov yoxdur. Çünki Godnisanov Alyona Əliyevanın atası deyil. Onun əsl atası Aleksandr Gonçarov. Ukraynada kurtka satan alverçidir. Ona görə də İlham Əliyevlə yaxşı tapışıblar, quda olublar. Bilirsiniz də, İlham Əliyev də o vaxtları Moskvada kurtka satırdı. İlham Əliyev bir dəfə evli, bir dəfə nişanlı olan bir qızı oğluna aldı. Bəyənin və paylaşın ki, qoy hər kəs həqiqətləri bilsin.